Salam cənab treyderlər və investorlar. Sizinlə əlaqə saxlayırıq Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatlardan başlayaq. Biraz daha hər bir göstəriciyə daha ətraflı baxacağıq. Əgər maraqlanırsınızsa, onu dayandıra bilərsiniz. Sözü gedən təşkilatın bütün parametrlərinə daha diqqətlə baxmağı təklif edirik. Şirkətin əsas fundamental göstəricilərinə baxacağıq. Gentex Corporation Ticker GNTH. Bu baxış 18 iyun 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Gentex Corporation alt kateqoriyaya aiddir. Autoelektron qiymətləndirmədə 33 təşkilat iştirak edir ki, bu da kifayət qədər təmsilçidir. Sifarişlərlə bağlı qərarları bu videonun sonunda görəcəyik. Tədqiq olunan şirkət üçün nəticə belədir: 10 baldan 8 bal. Alt kateqoriya üzrə orta bal 0,7 baldır. Geniş baxsanız, ümumiyyətlə bazar çərçivəsində. Bütövlükdə bütün bazar üzrə orta nəticənin 1,8 bal olduğunu görə bilərsiniz. Şirkət üçün 8 bala qarşı Gentex Corp. Şirkətin səhmlərinin qiymət hərəkətini müqayisə etməklə Gentex Corp və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görürük. Gentex Corporation mənfi 37,9% dinamika göstərib. 12,9% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Şirkətin bazar kapitallaşması Gentex Corp 4,82 milyard dollar təşkil edir. Alt kateqoriyanın kapitallaşması isə 103 milyard dollardır. Şirkətin balans dəyəri 2,47 milyard dollar olaraq qiymətləndirilir. 26 milyard dollar balans kapitallaşması ilə alt kateqoriya 1,5 milyard dollar dəyərindədir. Bazar və balans dəyərinin paylarını müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Gentex Corp alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 4,69% təşkil edir. Balans dəyəri 9,607% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı 1 bal. Şirkətin heç bir borcu yoxdur. Şirkətin maliyyə öhdəliklərinin səviyyəsinə görə nəticə çox yaxşı 2 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 12,5-dir. Alt kateqoriya üçün orta 0. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin bazar dəyərinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 386 milyon dollar olub. Növbəti 12 ay üçün mənfəətin 411 milyon dollar olacağı proqnozlaşdırılır. Gözlənilən gələcək mənfəət göstəricisinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 2,1-dir. Alt kateqoriyada orta göstərici 2,6-dır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bazar dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 2,300 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlirin 2,440 milyon dollar olacağı gözlənilir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gözlənilən gələcək satış həcmlərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Marjinallıq 16,8%, alt kateqoriya üzrə orta göstərici mənfi 3,1% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin fəaliyyəti ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 2,78% təşkil edir. Bu, bazar kapitallaşma payından 69% azdır. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği 780 min dollardır.
və alt kateqoriya üçün $462.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi, keçərli 0 bal. Bir işçiyə düşən mənfəət $62,400. Mənfi alt kateqoriyada orta hesabla $5,500. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, yaxşı 0,5 bal. Şirkətin hər bir işçiyə düşən gəlir payı $372,000 təşkil edir. Alt kateqoriyada $178.000. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bir işçiyə düşən satış həcmi, yaxşı 0,5 bal. Satışa çıxarılan səhmlər alt kateqoriya üzrə orta hesabla 7,7% müqayisədə 3,6% təşkil edir. Texniki göstərici RASO 14 şirkət üçün %44 səviyyəsini göstərir Gentex Corporation. Alt kateqoriyada bu səviyyə 50% təşkil edir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $21,46. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $24,76. Sizin üçün mövcud olan sifariş cədvəlinə baxaq. Bağlanmış şərhdə keçid. Sifariş cədvəlində qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən bu mövsüm əvvəllər qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Qiymətləndirmə nəticəsində Gentex Corporation. Qiymətləndirmənin istinad sistemi Guru Markets qərar qəbul edilib. $21,45 alış sifarişi açın. Sifariş şirkətin kifayət qədər yüksək reytinqə malik olması səbəbindən açılıb. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə metodu Akimin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 24,8 səviyyəsində müəyyən edilmişdir. Stop loss 18,1 səviyyəsində müəyyən edilmişdir. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sifariş 18 iyul 2025-ci il tarixində ticarət sessiyasının sonunda avtomatik olaraq müəyyən edilir. Və ya göstərilən tarixdən əvvəlki son iş günündə. Ticker, OUST, satmaq üçün balanslaşdırıcı sifarişdir. Balans əməliyyatı ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən biri bağlandıqda əsas və ya balanslaşdırıcı. İkinci sifariş son qiymətə bağlanır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.